Yenə həmişəki kimi Roş, Şahlar, Şəhriyar bir yerə yığışmışıq ki, dostlara perqanın nə olduğunu izah edin. Nəsə hamı bir-birinə qaşıqla perqa yedirməyə başladı. Mən isə onlara perqanın insanlara faydası haqqında məlumat verməyə başlayıram ki, perqa kişilər üçün çox faydalıdır. Spermanın faizini artırır, cinsi zəifliyə kömək edir və həmçinin çox gözəl enerji verir. Və sonda qeyd etdim ki, bu subaylara qadağan, amma evlilərə biraz olar demişdim ki, şahlar ağzındakı perqanı tez dala qaytardı ki, mən axı subayam, niyə mənə bunu demədiniz? Dedim eybi yox. Evləndirərik, canın qurtarar. Bu da belə getdi. Bu dəfəki yeni pazımız Dürümlər kralı Hilal restoranının administratoru Elçindir və onu da perqanı dadmaq üçün süfrəmizə dəvət etdik. Amma deyim ki, çox peşman oldu. Nəsə Elçinə də perqadan bir qaşıq verdik ki, bir sən də dadına bax. Elçin də elə bil bir qaşıq səhər vermişik, üz gözünü turşuda elə minnətlə yedi ki, dedim həyif arıların çəkdiyi o əziyyətə ki, sənin kimi dürümcü onu belə yeyir. Üzünə deməsəm belə, ürəyimdə dedim ki, dürümcü nə bilir, perqa nədir? Get dürümünü sat ay Elçin.